verilişin baş sponsoru Sesso Aristokrat. Sponsorlar Ruski Vkus və AF Yaşayış Kompleksi. Bu da bizim doğma Bakıdan 250 kilometr aralıda yerləşən məşhur narı və nar bayramı ilə tanınan Göyçayımız. Nar biznesinə başlamaq məqsədi ilə bura gələn qəhrəmanlarımız Şəmi və Şöşü sonradan fikirlərini dəyişəsi oldular. Şalvar yastas geyinir köynək sarı, modnu qalıstukda gəzir bütün diyarı. Gündə bir işlə məşğuldur, Şəmiyə halaldı, Şəminin pulu qazanmaqdı fikri qərarı. Əlində benzin baçaku, bir dənə ağsaq qələmi, əla deyəla, əla deyəla. Bizim Şoşu, bizim Şəmi, əla deyəla, əla deyəla. Alo. Bütün maşın, bütün maşın. Alo. Bəli. Müəllim, mənəm, Şəmidi narahat eləyən. Nətər eləyək indi o? Harda oturaq biz? Aha. Narahat olmuyor. O haqq hesab söhbətləri bizdikdir. Oldu, sağ ol. Nədir? Məsələmiz həll olunur, Şöşü. Yadındadır, sən şey demişdin mi, nar məsələsi. Hə, buradan Rusiyyətə nar vurmaq məsələsi. Şəmi, mən sənə deyirəm ki, düz əməlli bir işlə məşğul olaq. Sən tutmusan bunlardan nar nədir? Qanqarasılıq salma da, gedək bir görə işimiz alınır, alınmır, ondan sonra başlayasan deyilməyin. Alınmayacaq da, Ay Şəmi, mən optun adamam, bu meyvə söhbətinlə qurtarmış maç lazım deyil. Ay Şöşü, bilirəm dana, bilirəm. O oğlanların nəyindən əskiyik bizə, buradan vurub Rusiyyətə nar vururlar, pul qazanırlar. Biz də yavaş-yavaş bir yeşik, 2 yeşik, 3 yeşik, yavaş-yavaş sonra keçər itirrara. Hə, indi gəldik Göyçay, hə, nə var? İndi o müəllimlə görüşək, prosto indi bir yer təyin eləmək lazımdır da, görünmə onu hələ bir... Yer deyəndə bizim bu Göyçay ofisimiz yoxdur, gedək orada. Elə? Yadına düşmür, pullu vaxtı arendaya götürmüşdüm. Ofisiz adı var, hə, bunda, xəbərim yoxdur. Şöşüdü Şöşü, Şəmidir Şəmi, Şoşudu Şöşü, Şəmidir Şəmi. Baxan adama ləzzət edir, Şoşudu Şöşü, Şoşudu Şöşü, Şəmidir Şəmi. Ofislərin sayını itirmişəm, Ay Şöşü. Göyçayda bu cür ofisi qoyub sən Rusiyaya getmək istəyirsən? Ay Şöşü, söhbət ondan getmir. Bu dəqiqə, bu nar məsələsi elə bir məsələdir ki, bu dəqiqə ondan milyonlar qazananlar var. Başa düşürsən? Oğullar tanıyıram ki, bu dəqiqə Rusiyada sən nə qayırlar, qaz vurub qazan doldururlar. Bu dəqiqə pul nədədir? Bir nardır, bir də ikradır, всё. Yaxşı ki, danış be, nar vuraq. İndi biz durub gözləyərik, dinə bax, nar yetişəcək, gələcək Göyçaya, buradan maşına yükləyəcək, Rusiyyətə gedəcək. Özdə biz Rusiyyətə nətər gedəcək? Ayın axırı toya çağırıblar bizi. Nə toya? Bu lütfiyar yoxdur hamamda, kisəçi. Getmişdim hamama dincələm, qəşəng masaj elədi, kisələdi. Çıxanda da bir dənə dəvətnamə verdi ki, bax, səni gözləyirəm ha toyda. Bu kisəçi lütfiyar. İnsan nə qədər sırtıq olarmış, o 6-cı dəfədə evlənir, 6-cı dəfə. Nə danışır? Boş bəkar olan kimi özünə toy eləyir, deyəsən. Yadında deyir, içmişdin sən özdə həmin toyda. 2-3 ay bundan qabaq olan söhbəti danışıram da sənə. Rüfət Axundov toyu aparırdı, gəldin mikrofonu götürdün əlinə, 2-3 dənə təpəsinə qoydun. Bu yadında da sonra başladın əməli başladın. Segahdan tutdun nə şura kimi başladın oxumağa. Eviyyəsi də axırda gəldi cibinə 1000 manat qoydu ki, Rüfət müəllim çox sağ ol. Nə qədər içmişəmsə yadımdadır. Özdə sən bilmirsən bu lütfiyar bu evlənməklə biznes qurubdu özünə. Nətər yəni biznes? Bu elə belə evlənmir. Bu hər dəfə toy eləyir. Gedib gəlinlə danışır ki, toy eləyirik, axırda yığılan pulun 50-50-yə bölürük. Bax belənçini ayda 2-3 dəfə toy eləyir, pul qazanır. Elə biznes olur, düz danışırsan. Elə biznesdə kişi, müğənnilər də evlənir. Eşitməmsən televizorda göstərirlər. Bu müğənni bu müəllimlə evləndi, zırt ayrıldı. Bunlar hamısı pul qazanmaq üçün da Ayşə. Pul qazanmaq üçün? Mən elə bax, mən güz-güz. Buradan ağlıma məni evləndirmək zat düşər. Şöşü, bir qulaq as da, bir axıra ki. Şöşü, yığışdır, o fikir vapşı ağlıma gətir. Şöşü, düz deyirlər, ideyadan çox ideya var. Sən bir qulaq as, bir xalan oğluna qulaq as. Gör nə deyirəm. Bu dəfə o birisi toylarına çağırmadığın qohumları da çağıracaq. Nə danışırsan? Məni sən 3 dənə arvad almışam, birini güclə boşamışam. O Yüzerlandiyadan qara neqr arvad almışdım mən. İkisini mən zülmlə saxlayıram. Nə danışırsan? Bir dəfə də evlən, Şəmir, məni yaddan çıxar.
Ay kişi nə danışır? Nə tər çətin adamsan. Yaxşı, onda kimi evləndirək? Ha? Kim evləndirək deyəndə fəlakəti. Kimi? Bu deyir fəlakəti. Yaxşı görək, mən gedib bu ağsaqqalı evləndirərəm, fəlakət evləndirmərəm. Cüssüydü o, Ağsaqqal başqa, fəlakət başqa. Fəlakəti evləndirək başı çatmır da. Kimdə ona gələn ay şöşü? Mən ona qız tapıram, sən nəyə lazımdır? Öz birisini tapmalısan da, başqa kimi tapmalısan ki? Elə yox, gedəcəm düşəcəm bütün barların canına. Deyəcəm mən kim evləndirəm? Puldan qatdan verəcəm, bir dənə qız tapacam da fəlakətin də başı çatmır, bilməyəcək nə var nə yox. Həm də pul var ortada. Özü o yeyib içməyi də xoşlayan da, qəlli əməliyə başını alladarıq ki, gedək sən yeyib içmək verəcək. Bütün tam orijinal. Harda yaxşı vəzifədə işləyənlər var, dəvətnamə, yollayıram, yığırıq, doldururuq zalı. Sənə adları yazacam. Naloqovudur, sonra tamojindir. Pul yerdə işləyəm. Oradan qəşəng dost tanışlarım var, onlara da dəvət eləyəsən. Yaxşı? Ceyhun müəllimə bir dənə deyəcəm ki, Hadi zəngələ fəlakətə getdi. Bu ağsaqqal var ha, ikiz ağsaqqal. Bu ahıl yaşında bu idmana gedir, nəyə gedir, ştanq qaldırır, nə qayırır. Muftanı bas, sənə hər dəfə demişəm muftanı bas, o səslər çıxmasın deyə. Gedək görək, ağsaqqal nə deyir, hələ onu pişim-mişimlə razı gətirmək lazımdır. razı olacaq. Ölür toysun. O stalisti salat var ha. O anlamını eşitsə o toya 100% gəlir. Nə danışırsan? Yox, ağsaqqal maşallah yeyibsən, ağsaqqaldır. Muftanı bas. Ağsaqqal. Hadi yavaş. Şaba elə. Yavaş. Koza yaşında ne gəlib özümü salmışsan bu ştangın altına. Ay ağsaqqal, nə tərsən? Sənin bu yaşında özünü bu dəmirin altına salan vaxtında düşədə üstüme qalarsan altında. Məşq edirəm də. Hə. Məşq edirəm ki, bir də gördüm, indi bilmək olmaz da, gələcəkdə evlənmək fikrim oldu, toy eləmək fikrim oldu. Görüm o üçün altına girə biləcək. Ay, yalan danışma, o güləş salından gələn idi. Hadi yaxşı. Yalandan belə. Sual verə bilərsən, get siz hara, bu məşq zalı hara? Hara, bu məşq salı hara? Yox, mən yəni misal üçün deyirəm, Biz inşallah bizim bir ideyamız var, köşkü ilə cızmışıq, plan qaralamışıq, bir xeyir iş planlaşdırırıq və o xeyir işdə ağsaqqal olmasın, kim olsun? Ona görə də bəli, istəyirik ki... Mənə toy eləyirsiniz. Yox, ağsaqqal. Fəlakətə elə yüngülvari bir fiktivini toy eləmək istəyirik, amma öz aramızda qalsın, Belə də. Yazıq şey, başı xarab şey. Yox, indi o vaxtı, o deyirlər, evlənəndən sonra ağıllanarsan. Deyirik, bəlkə bunda da indi alınar da, evlənəndən sonra adam olar. Ona görə də istəyirik ki, həmin toyun ağsaqqalı, ümumiyyətlə də hər bir şey nəzarəti sən eləyəsən. Yaxşı? Yox, gedin. Dedim, ağsaqqal, siz maşenliklərə bir də heç vaxt inanmayasınız. Bir dəqiqə sözümü kəsmə. Siz ikiniz babıqlılar, gəl satsız zaddarız, neyniyək, gələ ağsaqqalın başını alladaq. Keçən dəfə də məni toya çağırdınız, yadınızda, məni bambılı yerinə qoydunuz toyda, içirtdi, babıqlı maşenlik məni içirtdi, stolun üstündə oynatdı, mənə düşüklüklər elətdirdi, çəkib qoyub YouTube'a. Sonra deyirlər ki, ağsaqqalın, o nədir, yaşlara başlar, Ağsaqqal, bunu bilmirsən, it oynadan şeydir. Bu biraz içəndən sonra cahamatla başlayır məzələnməyə, amma səndə də günah var. Soruş nəyə görə? Çünki bax, ağsaqqalına, ağsasına yaraşmayan hərəkətlər eləyəydin. Ərəbski rəqsi qoymusan, gedib Şadlıq Sarayının sütunlarına sürtünə, göyə indi sən striptiz göstərirsən. Sənə yaraşar heç olmasın. Utanmırsan sən. Mən piyan olmuşam, xəbərim olmur. Gəlirsən, yeyirsən, içirsən, rəqs eləyirsən, sonra orada operatorlara... Orada operatorlara tapşıracam ki, bəy gəlindən çox ağsaqqalı ürəyin içinə sal çıxar. Bax, bütün bu... Kimin toydu? Bax, toy kimin toydu? Bəs Pəllinin də bizim O başdan, yox, onu lazımdır. Ağsaqqal, bilir daha toya gedir. bir dənə bizə bax elə, vitvasonumuza bax bizim. Gör kimlər gəlib sənin yanına. Maşenliklər gəlib, kimlər gəlib, 2 dənə başdan xarab gəlib ki, ağsaqqal, nəsə xeyriniz var. Siz yenə bu toydan nəsə xeyriniz var. Mən sənin gözlərindən görəm sənin nəsə xeyrin Biz var. gedərdik başqa adamın yanına da. Sən bizim babamızsan, sən bizim böyüyümüzsən, ağsaqqalımızsan. Mən orada şərtim var. Öz mənə təzəlikcə bir daha balaca mini toylar üçün kanister bağışlayırlar. Mən onunla gəlmək istəyirəm. Mən yer axtarırdım ki, o kanister... Ay, qanqaraçılıq salma, toydu, toy. Qanqaraçılıq yox, lazımsa az qoyaram benzin, amma o kanisterdən gəlim. Yaxşı, ağsaqqal, 5 gündən sonra toydu. Yaxşı? Davay, gözləyəcəyik. Mənə kömək elə, bir iki daha da...
Gücüm qurtardı. Ay maşenliklər gücüm qurtardı. Ay şəmi söhbət həll eləyir, fəlakət əla deyir. Şoşu da qoşulub şəmiyə, dolanıb kef eləyir. Ay şirin balcıvilər hara getdi, ağsaqqalın sözünü kim eşitdi? Adını qoydular Bozbaş Pictures, əhvalatlar beləcə davam etdi. Bana deyin gəlirsiniz, bana deyin gəlirsiniz. Bu nə Bana də? niyə Bunun deyirsiniz ot- gəlirsiniz? bunun otağına Xəbər eləyinci zadına. gəlirəm. Alo. Mənim dostlarım gəlib ora, Şəmi ilə Şöşü. Onları burax içəri. Gəliblər, hə, dostlarımdır, Şəmi ilə Şöşü. Tupoy, Şəmi ilə Şöşü bizik. Hə, elə bildim ki, qapıda qalmısınız, qapıda qalın. Məndə kamera zad var, axı otaqda kamera zad var məndə. Xoş gəlibsiniz. Yaxşıyam. Gəl, işlə məşğulam. Burada oynamıram mən. Gəl, işlə məşğulam. Buralardır bu, nə ofisdir bu? Hə, deməli işsən, Şəmi. Hə. Bunları deməli. Şəmi odur, mən Şöşüyəm. Qulaq asın. Bunları deməli bu müalicə üçün gəlirlər mənim yanıma da. Bir problemi olan, bir də görsən var da həyatda tupo insanlar var axı, tupo insanlar. Başa düşmürlər düzələ. Bu zəli ilə mən onları müalicə edirəm də. Müalicəvidir, müalicəvi. Sən Nurşeni zərinlə qurbağanı ayıra bilmirsən deyən kimi. Yox, zəlidir. Sən eşsən gəl mənim yanıma, gəl mənim yanıma. Bir müalicədən keç, kursdan keç, görəsən ki, bunlar zəlidir. Yemirsən, nətər müalicə edirsən? Müalicə edirəm də, bunları qoyuram belinə bu zəlləri. Gəzir eləyir bütün günüdən, ha. O gəzib eləyəndən sonra müalicəvidir. Onlar orada müalicəvi. Bu əməlli başdan xarabdır ki. Eşidirsən? Şəmi əminlə, Şöşü əmin gəlib sənin yanına. Bilirəm də, bu qapıda deyim buraxsınlar, bu qapıda deyim. Tupoy, Şəmi əmin səni evləndirir. Hə, lap yaxşı, evləndirsin də. Qulaq as, mən evlənməmişdim ki. Mən evlənməmişdim. Yox. Mənə deyin də, mənə Sənin toyunu biz eləyirik. Toyunun sponsoru bizik. Şəmilə Şöşüdür. Biz sənin üçün toy eləyirik. Şöşü sənin üçün qəşəng bir qız tapır. Bəy olacaq toyda, bəy olacaq toyda. Bəy sənsən Tupoy. Bəy də mən olacam, toy da mənimdir. Bunu mən nə tələb Ay fəlakət. Bir başını qaldır, adamsan da qulaq as. Sən prosta gəlirsən toyda. Əsas nə lazımdır sən? Yeyib içmək lazımdır. Əsas yeyib içmək toyda o. Qəlyan istəyirsən qəlyan. Toyda qəlyan olur da. Ay sağ Toyda ol. qəlyan istəyirəm. Sənin qəlyanını alırıq, sənin yeyib içməyini alırıq. Ay sağ ol. Oynamaqdır, diskotekadır, gəlindir, hamısı bizim. Hamısı sizlik düz gəlmir də. Onda gəlin belə eləyək də. Onda gəlin belə eləyək. Toy eləmək sizlikdir. O qalan işlər var ya, arkada deyir o qalan işlər. Onlar da mənlik olur. Hə də onlar da toy mənim toy bax. O gəlmir. Yaxşı, tək bir hər cavabı denə. Biz gedək ucuz yavaş-yavaş dəvətnamələri yazaq. Onları çağıraq. Mən olmalıyam da, toyda olmalıyam. Bəy sənsən də gedib gəlin gətirəcəyik. Yo, eşsən. Ay, mənim işim tökülüb qalıb burada. Mən o gəlinin ayağına gedənmərəm. Gəl belə eləyək, danışaq. O gəlin gəlsin bizdən məni götürsün. Tupoy. Elimizin adəti var, ənənəsi var. Bəy getməlidir, gəlini götürməlidir, gətirməlidir restorana, vağzalı çalınmalıdır. Həm qızı alacam, həm də ayağına gedib o qızı gətirəcəm. Gəlsin evə, mənim işim var. Gəlsin, evi deyərəm orada. Gəlsin götürsün məni, evdə olur. Yaxşı, yaxşı. Fəlakət. 5 gündən sonra toydur, yaxşı? Fəlakət, sənə 1000 dəfə başa salmışam ki, sən burada təmizlik işinə baxırsan, burnunu başqa şeylərə soxma. Bana demişsən. Sən bir aydır buradasan, hələ bilmirsən sən nə işinə baxırsan. Bana deyin, mənim xəbərim yoxdur axı. Sən səhər tezdən evdən çıxırsan, axşam saat 7-də gəlirsən, sən burada nə edirsən o boyda bax. Burada olanda mən burada Burada olub nə edirsən axı? Mənə demişsən, mən də qalmışam belə. Sən bax, yadında saxla, fəlakət. Bax, məktəb vaxtı oxumusan sən məktəbi? Yox, oxumamışam, məktəb oxumamışam. Məktəb hansı o partanın dalında oturursan? Məktəb vaxtı. Oturmuşam, Məktəb vaxtı necə sinifin şefi olurdu ya. Mən olmamışam, mən olmamışam. Sən demirəm, bax sən də burada təmizliyin şefisən, başa düşdün? Burada təmizliyin şefiyəm. Təmizlik işlə sən baxırsan. Bana deyin, mənə demirsiniz, mən olmamışam. Nətər deyirsən, bir aydır gəlib gedirsən, bilmirsən ki, sən nə işə baxırsan. Yox, mən olmamışam. Özdə bu nə də qulağına geymirsən, bunu başa taxırlar, tupo. Yox, bunu qışda taxırlar ki, qulağa soyuq olmasın, sənin xəbərin yoxdur. Tax onu başına, bizi əsəbləşdirmə burada. Sən vəbşə bu kalbasanın dadına baxmısan, Rus kifkusun dadına baxmısan heç? Nəyin dadına, nəyin dadına? Rus kifkus. Yox, mən rus dilində bilmirəm, mən rus dilində. Onu yemək üçün rus dilini bilmək lazımdır. Bu nə poşa. Set dadı, dana urset dadı, kalbasa, Rus kifkus. Mən rusetta olmamışam, mən xəbərim. Hadi yaxşı, götür. Ver ona spircanı. Get təmizlə. Get oralar təmizlə. Sənə dedim bu tupoyu götürməyək də bu işə də. Şöşü, sən özün şəxsən ona nəzarət edirsən. Sən bilirsən ki, o tupoydur, o xəstədir. Ona görə də nəzarət özdə bu nə də yapışdırmısan yaxına. Bunu kalbasanın üstünə yapışdırmaq. Sponsor Ruski Vkus. Ay Şöşü. Oranı da yaz. Akif müəllim. Akif müəllim. Tərlan müəllim.
Bir də ki, Cümşüd müəllim. O, Babək müəllim. Hə, Babək müəllim qardaşı. Onların hamısını yaz, ay sağ ol. Qabağında plus qoy ki, все, yəni bu evlər alınıb şey. Evin üstündən yox, kağızın üstündən plus qoy, ay sağ ol. Ay sağ ol. Qoy ki, hər şey yazılıb, hər şey alınıb. Kim soruşsa, denən bax bu hissə gedib, bu tərəf gedib, bu de, denən ancaq binalarda qalır. Yaxşı? Futbol meydançasının yanı yoxdur. Futbol meydançasından da oradan deməli meydançadan deməli 2 sot torpaq biz ayırmışıq. O Uşaqlar orada futbol. Heç sot olmazdı 2 sot oradan nə olacaq ki? Prosta biraz çəpəri zada salarlar, zabora salarlar, все. 30 adı söz. Eşitirsən mi? O ev var ha, o stadion qırağındakını. Onu heç kimə vermə, yaxşı? Özündə Facebook az gir orada. Bütün günü bunları tuturam. Adda klas bir Facebook. Qız pişirirlər. Sponsor AF Park Yaşayış Kompleksi. Deseydi ben bu arzudan yaşına Fenerbahçe'nin toyunu görüp bu kardeş görsün. Oynak bahsediyor orada. Sakla. Siz de Şirin'e şirinliği vermeden felaketi görebilirsiniz. Göremezsin. Ben getirin bey. Sana kullanıyorlar. Ama patskadı gele. Gele. Hani felaket. Felaket Celil. Ay salon. Almışlar ya musiki. Hamzalı gelsin felaketi getire. Koyun diyor. Ana utanmadan korkursun. Koyun diyor. Yavaş yavaş. Sen birden davaza salma. Ama git sen bardan al. Davaza salma. Koyun utanmadan demedim. Utanma özü adam benim. Gel lansıdır, gel lansıdır. Tamam. Öpün. Gəlin boydu, gəlin boydu. Gelin ala budur. Gel Mustafa aylardan görürsün. Gel. Bir şey may felaket. Felaket. Sağ ol Şəmi. Felaket de bu evden uçtu Hə, bir sakit durun, cəmaat yatırın. Qoy Bir sakit sözlərini durun. içsin. Eşsən Şirin. Utanma bildin məni biabır eləmə. Hə. Sən toyunu biabır. Eşsən məni, eşsən. Gelirsən oradan bir dənə boş qaf gətirirsən. hə. Qoyursan ayağımın altına sındırım ki, bu gəlin görsün ki, evin kişisi var. Ala bir dönməlik. Gətir. Hadi bakayım. O sındır abi yavru olur o. O boş qaf vurum sındırım. Ama ha yavrum nereden bak. Getdik. Elimizin adeti var, anası var. Bu kırmızını gelinimizin beline bağlayırıq. Hələ bağlıysan. Gəlirik. Anam, bacım, qız. Nə varsan? Gəlini belinə bağlıysan. Hələ mən əlimi vurmamışam o gəlinə. Onu bəyin belinə bağlayarlar. Bəyin belinə bağlayarlar ki, düz gəlsin, düz gəlsin. Anam, bacım, oğlan gelir. El ayağı düz gelir. 7 tane kız oğlan ister. Mənim işimə qarışma, mənim işimə qarışma. Hayır felaket, oğullu kız da olasın. Sağ ol. Eşsən, bəy gəlməyib, toya bəy Ara gəlməyib. düşdü. Ben sensin. Felaket. Hə. Özünü düzəmənlə far ağırla far. Bəy olmayacaq, bəy. Ala ben sensin. Hadi kurban olur beni bir yavrum.
salam. Qohumdur, bu qohumdur. Hə, yəqin. Hə, qohum idi, hə, bu qohum idi. Hə. Qohumdan öpüşdü. İşte, toy belə olur, hə, toy belə olur. Toy belə olur. Hə. Darıxma mən axıra kimi səyirəm. Birinci mən otur. Axıra kimi səyirəm. Yo. Başım üstə elvan yanır çıraqlar, xoş gəlibdi toya gələn qonaqlar. Başım üstə elvan yanır çıraqlar, xoş gəlibdi toya gələn qonaqlar. Ey mübarək olsun, bu toy mübarək olsun, ey mübarək olsun, bu toy mübarək olsun, ey mübarək olsun, bu toy mübarək olsun, ey mübarək olsun, bu toy mübarək olsun. Sen bəy gəlmədi, bəy. Hə, gəl bəy sən. Bəy mənəm. Bəy gəlmə baxın, bəy gəlmə. Ha bəy sənsən. Hə, bəy mənəm. Oyna. Yeməli patladı şey. Yeməli patladı. Sen. Ne olur be, ne oluyor? Ne olur? Sen de ne olur? Ne olur be, ne olur? Sen de ne olur? Ağlat da, oyna ağlat. Eski sen. Ne olur? Aman diyeyim, bana ben koydum. Gelip giyinerdin, kaza paltarlarına dalardın. Aman yedim. Aman diyeyim. Hadi bir yandan da bakalım. Aşıkın heyranın olur. Güzellikten bilinəməsən, güzellikten bilinəməsən. Ay tər qurban olum, gəl tər qurban olum. Ay yər qurban olum, gəl tər qurban olum. Benim sirdaşımsınız geceler, 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 geceler. Ürəyimdən səhərim necə həsrət varmı? Kuş yerine mən olaydım, uçardım. Əziz qonaqlar,
Mən hamınızı salamlayıram. Hamınız xoş gəlmişsiniz bu gözəl Şah Sarayına. Mən ilk növbədə demək istəyirəm ki, bax bugün toplaşdığımız, bugün gəldiyimiz bu toy məclisi fəlakət, yoxdur. Bizim dostumuz, doğmamız, əzizimiz, qardaşımız, nə bilim, gözümüzün qabağında böyüyən fəlakət axır ki evlənir, özünə toy eləyir. Gəlin onları elə gürültü alqışlayaq, elə təsəvvürləyin, Eldarla Nigar bu Eurovision'da o şey vurmuşdular, o qalibiyyəti. Elə təsəvvürləyin, bax, elə bir alqışlarla gəlin onları bir alqışlayaq. Mən bilirəm də, mən bunların adını çəksəm, bunları alqışlamayacaqlar, ona görə. Rəmsiyə, fəlakət, necə gözəl, adlar bir-birinə uyğundur, özü də çox oxşardır. Özünüz də çox yaraşırsınız bir-birinizə. Allah sizi xoşbaxt eləsin. Biz də Şəmi ilə Şöşü kimi gəlmişik, həm bu toyun təşkilatçılarıyıq, həm nə bilim, bir doğma insan kimi, əziz insan kimi bugün bu toy məclisini idarə eləyəcək. Yaxşı, fəlakət. Eşidirsən, oradan denə çay versin, çayla içsin bunu. Bursiyetdən fəlakətin dayısı zəng eləyir. Yaxşı, onlar birazdan olacaq da Şöşü, onlar birazdan olacaq. Səbrin olsun. Biz başlayaq yavaş-yavaş, fəlakət nuş olsun. Hoş gəlmişsən ay qudam, ay qudam, ay qudam. Gəlişinən çox şadam, ay qudam, ay qudam. Şad olmuşam bu axşam, ay qudam, ay qudam. Gəlişin oldu bayram, ay qudam, ay qudam. Sən evimizin bəzəyisən, bəzəyisən, ay qudam. Bir budaq özəyisən, özəyisən, ay qudam. Qudam, ay qudam, pəhlivan qudam, ən əziz adam. Qudam, ay qudam, pəhlivan qudam, ən əziz adam. Qohumluğun təməlisən, təməlisən, ay qudam. Qohum kimi əbədisən, əbədisən, ay qudam. Qohumluğun təməlisən, təməlisən, ay qudam. Qohum kimi əbədisən, əbədisən, ay qudam. Sırmayaydı qanadlarım, kuş yerinə mən olaydım, uçardım mən. Sağ ol Ayfərid, çox sağ ol. Günəş instrumental ansamblı, eşq olsun sizlərə, bizim gözəl musiqiçilərimiz. Mən bir balaca, sən birazdan dəvət eləyəcəyik, sən get, çayını iç. Mən, əziz qonaqlar, bir balaca istəyirəm ki, istirahət eləyək, dincələk. Bizim bəyimiz və gəlinimizin şəkillərindən ibarət çox maraqlı bir, nə deyirlər ona Şöşü? Fotokollaj. Fotokollajımız var. Mən istəyirəm ki, hamılıqla birlikdə gəlin o monitorlara diqqət yetirək, çünki bəyimizin çıqqıllığından tutmuş, da yəni turusluq maykadan tutmuş, da bugünə kimi qəşəng maraqlı şəkillərimiz var. Keç otur gəlin yanına. Hemen orada otur. Keç otur, piyav verəməm. Abi gözümü zillasın televizora. Gəlin baxaq. Bir balaca texnikin nasazlığı oldu. Yəni bəyimizin şəkillərinin yerinə orada başqa bir reklam çarxı getdi. Özüm fikirləşmişəm onu. Sağ ol Şöşü, çox sağ ol. Yeri gəlmişkən yenə də deyirəm ki, həmin bu diski əldə eləmək istəyən bizim qonaqlarımız var. Yəqin ki, Şəminin yeni disklərini əldə eləmək istəyirlər. Burada Göyçayda avtovağzalın yanında satışa qoymuşuq. Sizin holoqraması var. Diskin adı da Belim Qaşınır, Qaşı Belimi. Ay sağ ol. Toyumuz davam eləyir. Davam eləyir toyumuz. Mən istəyirəm ki, bizim bax burada bir ağsaqqalımız var. Bizim burada dəyərli bir insanımız var. Mən istəyirəm ağsaqqalı alqışlayaq. Ağsaqqal, xoş gəlibsən. Mən qollayım. Tut bunu. Axır ki, məni də bura dəvət eləmiş. Bax. Nə qədər çıxar bax, ağsaqqal. Sən. Ağsaqqal, səs Ağsaqqal, yaxşı da canım. Buradan səs çıxır. Bugün toydur. Ağsaqqal. Ağsaqqal. Bugün toydur. Mən fəlakətlə, fəlakət ha? Fəlakətlə Rəmziyə balamı təbrik edirlər. İndi ola bilər Rəmziyə balam dedim, çox adam düz başa düşməz. Yəni balam mən yaxşı mənada deyirəm. Rəmziyə balam, səni təbrik edirəm. Sizə oğullu qızlı olsunlar deməyəcəm. Nəyə görə deməyəcəm? Çünki Rəmziyə balamın uje o birisi ərindən bir balası var. Yox, ağsaqqal, nedir o? Yer çıxır. Ağsaqqaldı bir balaca. Keyfi köşdü. Olur da arada toylarda belə şey. Çox üzr istəyirəm ağsaqqalın adından. Bir tuş gəlsin bizim gözəl ansambl.
Mən də dəylə gəldim, ömrümdən sağlam deyirəm. Bəyə sözüm var, söz deyirəm. O demək istəyirəm ki, bəyə sözüm var. Bəyə demək istəyirəm ki, sən mənim ayaqqabımı geyinə bilərsən, amma mənim köynəyimdən eşyanda tapan mənsən. Hadi gel. Hamının başı qarışıqdır, hamınız yeyirsiniz, nuş olsun hər birinizə. Belə deyək də, bu məclisdə, bu ailədə ən yaxın, gətir. Bu məclisdə, bu ailəyə ən yaxın bir adam kimi mən də istəyirəm ki, bəylə gəlinin kiçik bir sürprizi var. Bu sürprizi sizə təqdim eləmək istəyirəm. Çox uzun zamandır ki, bir 3 aya yaxındır ki, onlar çox möhtəşəm bir rəqs hazırlayıblar. Mən istəyirəm bizim bu şirin gəlinimizlə şirin bəyimiz həmin o rəqsi təqdim eləsinlər. Gəlin. Давай, братишка. Gidəksənə gülərim, səni gülə döndərim. Laf istəsən anamı, sizə elçi göndərim. Gidəksənə gülərim, səni gülə döndərim. Laf istəsən anamı, sizə elçi göndərim. Amma anam bilməsin, amma anam bilməsin, amma anam bilməsin, aman anam bilməsin. Tez gəl də, tez Ha, gəl. nə olur, nə problem? Toy var burada, tez gəl. Eşitsən məni? Sən bu boyda toy tapşırmışıq eləməkdə, eşitsən məni? Sən bu boyda toy tapşırmışıq. Toy biraz maraqlıdır, ha? Toy biraz maraqlıdır. O toyda olur, o gəlini götürüb qaçırlar, gəlini götürüb qaçırlar. Ki toy, gəlini götürüb qaçmırlar. Bəy götürüb qaçırlar, o da indi mod deyil. Bəy götürüb qaçırlar deyirsən. Bəy götürüb qaçırlar, ha? Bizi bir ağır eləməz, bəysən sən. Hə, bəy mənəm. Türk kimi toy gedir. Eşitsən, yox, biraz maraqlı elədən. O kinolarda, toylarda görmüsən, o gəlini atırlar göyə tuturlar, atırlar göyə tuturlar. Siz danışma, bir ağır eləmə bizi. Yox, toy biraz maraqlı elədən, toy biraz maraqlı. Tut gəlin əlindən otur. Qaç sonra aş ver, o stola aş ver. Yox, davay. Her şey var yaptırıyor. Beyaz gülüm, beyaz şirin dilim, beyaz, beyaz gülüm, beyaz şirin dilim, beyaz, kara gözlü, beyaz, güler yüzlü, beyaz, kara gözlü, beyaz, güler yüzlü, beyaz, beyaz gülüm, beyaz şirin dilim, beyaz, beyaz gülüm, beyaz şirin dilim, beyaz. Deyirəm ki, ay şöşü. Bu fəlakətin qohumları da elə özlərinə oxşayır. Qazana nəfər yeməyi doldurur. Görməmiş, evdə yeməyi yox. Daldaqlarla qoymuşam, əlindən alacaq. Eşdirsən, fəlakətin qohumu nə də? Yığıb töhmüşəm bura bütün tanınmışları. Kimin pulu çoxdur, çalırmışam. Dəvətnamə. Tamojni Ceyhun, Qazel Xəyam, Raxid Elnur, Xalid Ayşi, tipi olan. Hamısına dəvətnamə yollamışam. Vergilərdə işləyir, Müşfiq müəllim, onu çağırmışlar. Hamısını, siyahı tutmamışdılar, bir de 5-ci stok. 4-cü stok. Ora bax gör kim, nə reysə kimi çağırmışam, səs. Bank işçiləri var idi, bank işçiləri. Abi, bankın müdürü var, hamısı o da bank. Məclisimizin adəti var, məclisimizin ənənəsi var. Bizim bugünkü toyumuza Fəlakət bəy və Rəmziyə xanımın bu toy gününə spesialli Dubaydan hazırlanmış aş gəlir. Nuş olsun ay Fəlakət, nuş olsun. Sevincimin həddi yoxdur bugün. Bax, bu bizim gözümüzün qabağında böyüyən, nə bilim,
Bugün onu bəylik kostyumunda görürəm. Düzdür, şalvar tapa bilməyib bəy şalvarı, amma yenə də qəşəng bir kostyumda görürəm bugün onu. İndi bilirəm stollarda o sehrli içkilər var, yəni spirtli içkilər var. Birazdan indi başınız qarışacaq. İndi elə qonaqlarımız var ki, yazdırmayıb gedə bilər. Bəri başdan çox xahiş edirəm ki, bəli, burada konvertlər var. O konvertlərə Şöşü xüsusi olaraq özü nəzarət edir. Pürcəkləyib yapışdırırsınız, pulunuzu qoyursunuz, üstünə də adınızı yazırsınız. Məqam gəlmişkən buradan deyirəm, pul yazdırmayıb. Gedəni seç qoymuş. Hə, yaxşı. Sağ olun. Öpürəm fəlakət. Yaxşı, yaxşı. Bayaq hamı öz ürək sözlərini bildirdi. Qəşəng burada mənalı sözlər dedi. Bizim gəlinimiz də burada çıxış elədi. Qəşəng bir göbək rəqsi oynadı və mənə gəlir ki, toyumuz çox maraqlı keçir. Elə deyilmi? Ay Şöşü. Fəlakət, səni bir daha təbrik eləyirəm əziz dostumuz. Bax, ağsaqqalımız o sözünü dedi. Şöşü danışdı. Şəmi heç yox, Şəmi bayaqına cumburladır gedir. Bizim bir dostumuz da var. Adı da Şirindir. Onu çağırma. Özü də Şirindir. Yox, mən istəyirəm ki, bugünkü gündə o da gəlsin. Adı da Şirindir, özü də Şirindir. Ondan sonra nə bilim, əməlləri də Şirindir. Ari. Mən bəyimizin Bir balaca. Başa düşsən sən. Sənə ağzını danışığını Mən ömrü boyu vilikalıyaram. Vilikalıyaram. Sağlamaram ama vilikalıyaram. Bugün istəyirəm ki, o da qəşəng bir şeirlər var. Çək, Şeirlərdən çək. birində o gün bullatsın. Mən təbrik edirəm dostumu Fəlini. Fəli, sənə arzulayıram bütün nə var yaxşı şeylər var. Çək mənə atam, şeir deyirəm. Deyil, nə xoşdur səfası, gözəl baharın. Başlamış böyle dövrana qızlar. Dəstə-dəstə durub söhbət edirsiniz. Aləmə yağmur, sorağımız qızlar. Deyil, aşıq neyniyir, sevinir əlində tutur sazı. Başla eylən azı. Adınız dastana düşsün qızlar. Nəyə görə adınız dastana düşsün? Ona görə ki, şəminə şuşu borcda puldur. Həmişə olsun təndiklərə. Ay Şöşü. Pulları götürdün mü pulları? Gel. Vardır hər bir yerdə hörməti, tapdı şəmi şaşıb fəlakəti. Yıxsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Yenə min bir olay hər mövsümdə, yanar da yaşar da ya da şəhərdə. ATV edəcəkdi bunu sizə görə, baxsın hər kəs gülə-gülə. Söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir. Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir. Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir. Bozbaş Pictures təqdim edir. Elad, mahnı neçəyə verərsən? Satılmır o. Elad, qalx. Biraz da yuxarıdayım, qalx.